Fövqəladə Hallar Nazirliyi Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı, Yasamal rayon icra hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərsalma və memarlıq ilə həsr olunmuş şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar mövzusunda konfrans keçirilib. Konfransın açılış mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bir neçə gündən sonra ölkəmizin daha bir beynəlxalq tədbirə VUF 13-ə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Fövqəladə Hallar Nazirinin müavini Cəbrayıl Xanlarov çıxış edərək şəhərsalmada seysmik təhlükə və riskin öyrənilməsinin əhəmiyyətindən danışıb. Azərbaycanın seysmik bölgədə yerləşdiyini vurğulayan nazir müavini ölkəmizdə aparılan şəhərsalma siyasəti, bu sahədə olan qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də aparılan tikinti işlərinə olan dövlət nəzarəti haqqında geniş məruzə ilə çıxış edib. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Qurban Yetirmişli şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar mövzusunda geniş məruzə ilə çıxış edib.